birinci məclisdə əsas hadisələr necə başlayır? Əsas hadisə Şərəfnisə yun darıyırdı. Bu bacısı gəldi ki, niyə ağlayırsan? Bu da ağlaya-ağlaya yun darıyırdı. Bacısı deyir ki, niyə ağlayırsan? O da onu tələdi, getdi anasını çağırdı, o Şəhribanu xanımı. Şəhribanu xanım gəldi deyir ki, atan sağ, anan sağ, adaqlın sağ. O da niyə ağlayırsan? O da deyir ki, atam sağ, anam sağ, nə dəxli var? Amma adaqlım sağ demədi orada. Düzdür. Yaxşı. Səncə Misir Jordan əsərində Novruzdan neçə gün keçmişdi? Bir gün. Hicri təqvimlə neçənci ildə başlayır? 1263. Hadisələr harda cərəyan edir? Qarabağda, Təkləmuğanlı obası. Düzdür. Təkləmuğan obasına. Hatəm xan kim idi? Təkləmuğanlı obasını verir. Düzdür. Şərəfnisanın bacısının adı nə idi? Gülçöhrə. Anasının adı nə idi? Şəhribanu xanım. Atasının adı nə idi? Hətəm xanım. Nişanlısının adı? Şahbaz. Şahbaz bəy obrazı səncə maarifpərvər obraz sayılırmı? Bəli. Şahbaz bəyə qarşı qoyulan, yəni maarifçiliyə qarşı qoyulan obraz hansıydı? Maarifçiliyə qarşı qoyulan Məsəl Şah. Məsəl Şah idi. Məsələnin köməkçisi kim idi? Ələmqulu. Qulaməli. Qulaməli. Şərəfnisə deyəndə ki, anam sağ, atam sağ, nəyi demədi ki, Şəhrabanu ondan şübhələndi? Adaqlım sağ demədi ki, ona görə şübhələndi. Bəli. Necə oldu Şərəfnisə anasına bildirdi ki, nişanlısı Şahbaz Parisə gedir? Oturub ağlayırdı, ona görə dedi ki, nəsə oldu. Aha. Səbəbini Şəhrabanu soruşanda Şərəfnisə nə dedi ona? Şahbaz və Parisə gedir. Əsərdə kim deyir ki, qız uşağının ağlı olmaz bir şeydə, gözün yaş əlindədir? Şəhrabanu deyir. Yaxşı. Bəs kim Misir Jordanı çöp döşürən adlandırır? Şəhribanu xanım. Düzdür. Misir Jordan kimin qonağı olur Qarabağda? Hətəm xanım. Düzdür. Şərəfnisə Şahbazın Parisə getməyini necə qiymətlənir? Necə başa düşmüşdü? Deyir o qızlara görə gedir Parisə, bu mədəniyyət öyrənməyə, dil öyrənməyə getmir. Düzdür. Yaxşı. Bəs səncə Şəhrabanu bunu eşidən kimi gördüyü ilk tədbir? Gedir Hətəm xanağanın yanına. Birinci nə deyir? Deyir ki, bu Şahbaz gedir Parisə, Frəngi. Daha doğrusu birinci gördüyü tədbir nə olur? Deyir ki, get Şahbazı o biri damdan Şahbazı Gülçöhrəni göndərir. Gülçöhrəni göndərir, getsin Şahbazı çağırsın. Qəfil Şahbaz elə qapına sirçəri daxil. Düzdür. Şəhrabanu Şahbazdan soruşanda ki, sən Parisə mi gedirsən? Şahbaz bəy Şəhrabanuya hansı cavabı verir? Deyir, gedirəm dil öyrənməyə, mədəniyyət öyrənməyə. Bəli. Və hətta özünə belə bəraət qazandırır ki... Oradan şal alıb gətirir. Aha. Bu Şəhrabanın ağlına batırma bu fikir. Batmır. Şəhrabanu Şahbazdan soruşurmu ki, sən heç əmindən rüxsət almısanmı? Gedib alacam. Almamışam. Soruşur, amma deyir ki, almamışam. Doğrudur. Səncə Şəhrabanu dərk edir ki, Misir Jordan Şahbazı kraldan bəxşiş almaq, ona dil öyrətmək, Frənk mədəniyyətini tanış etmək üçün aparır Parisə? Xeyr. Necə başa düşür? Deyir ki, sən elə Avropalı qızlar gedirsən, bir də ki, Misir Jordandır da sənin başını tovlayıb Parisə aparır. Şəhrabanunun bütün xəbəri Hatəm xana ağaya deməsi hansı məclisdə baş verir? İkinci məclis. İkinci məclis. Hatəm xan ağanın ilk reaksiyası necə olur? İlk reaksiyası olur ki, Şahbazdan gedib öyrənib gələcək, bir ilə gedib gələcək, bir ilə gəlib keçər. Aha, bunu Şahbazın açıqlamasından sonra deyir əslində. Amma özü birinci Şahbaza necə reaksiya göstərir? Nə deyir ona? Deyir Şahbaz. Deyirsən bir neçə dil bilirsən də. Bir neçə dil bilirsən, deyirsən tədrisxanada, mollaxanada öyrənmisən bir neçə dil. Bu Frənc dilini öyrənmək deyir, ağlın artacaq, deyir Frənc dilini öyrənmək. Deyir bir dil bilməni sənin ağlın artmaz. Hələ deyirsən uşaqsan, qanmırsan. Orada özünü Bayramoğlu Tarverdi ilə müqayisə edir. Deyir, sən məni göndərmişdin Tiflisə arx açdırmağa. Deyir, həmin məclisdə Bayram Tarverdi oğlu çox hörmətlidir. Məndən hörmətlidir, ona görə ki, Frənc dilini bilir. Aysa, bundan sonra artıq Hatəm xan ağa işin əslini başa düşür və Şahbazla razılaşır. Səncə, Hatəm xan ağanın Şahbazla razılaşmağına Şəhrabanu necə reaksiya göstərir? Reaksiya göstərir ki, niyə razı olmuş? Bəli, niyə razılaşırsan? Şəhrabanu başa düşür ki, artıq Hatəm xan ağadan bir mədət yoxdur ona, bir kömək yoxdur. Bu səbəbdən də özləri hansı tədbir əl atırlar? Xampəriyə deyir ki, baxıcı çağırır. Amma ilk proses haqqında məlumatda Xampəri ona deyir ki, belə bir cadugar var. Belə bir cadugar var, Ağcabədi kəndindən. Yaxşı. Şərəfnisənin Şahbaza
Tiflisə getmək istəməyini deməsi, yəni Tiflisə məsləhət görməsi neçənci məclisdədir? 3-cü məclis. 3-cü məclisdədir. Bəs Şərəflisi Şahbaza 3-cü məclisdə məsləhət gördü, yaxşı olur ki, sən Tiflisə gedəsən, amma Şahbazın buna reaksiyası necə olur? Necə? Tiflisə getmişəm. Deyir, Tiflisdə mənim adamım yoxdur. Tiflisdə adamım yoxdur, mənim adamım yoxdur. Tiflisə o nəyə gedim ki? Bəs Tiflisdə adamın yoxdursa, Şərəflinizə niyə məsləhət görür ki, məhz Tiflisə gedir? Tiflis ona yaxın idi çünki. Yaxın idi mənə. Gediş-gəliş orada olmuşdu, amma Fransaya gediş-gəliş olmamışdı deyə biraz adı Şərəflinizə qəribə gəlirdi. Səncə Monsieur Jordan əsərinin janrı nə idi? Janrı komediya. Azərbaycan ədəbiyyat tarixində ilk qəribli obraz. Monsieur Jordan. Monsieur Jordan. Bəs Azərbaycan ədəbiyyat tarixində qərb və şərqin müqayisəsi ilk də hansı obrazın dilindədir? Monsieur Jordan yox, Xətəmxana. Xətəmxananın dilindədir. Çox sağ ol.